Əgər bizə verilən səhifələrin sayı tək saydadırsa, orada tək səhifələrin sayı bir vahid çox olur. Məsəl üçün, bax, 7 səhifəli bir sənədin tək səhifələrinin sayı 4 dənədir, amma cüt səhifələrinin sayı 3 dənədir. Yəni, bu printer məsələlərində çox önəmlidir. Əgər səhifə sayı 8-dirsə, onda yenə də cüt səhifə ilə tək səhifənin sayı bərabər olacaq. Məsələn, 7-ni artırıb edirəm 17. 17 səhifənin neçəsi təkdir? 9. 9. Neçəsi cütdür? 8. 8. 8. Bu qədər məlumat tək və cüt səhifə haqqında kifayətdir. Yəni onsuz da biz bunu yenə testlər üzərində dəfələrlə işləyəcəyik. Amma biz həmişə çətinlik çəkirik təki, cütü ayırd eləməklə. Məsələn, 8-də 18 eləsək, 9 cüt, 9 tək 9. olmuş olur. Все. Müəllim, bir söz soruşum sizdən. Buyurun. Mən unutmuşam, belə bir söz demişdiniz. Orada hansısa yazı olanda biz elə konkret götürürük kopyanın sayını. Artıq başqa bir şeyə baxmırıq. Elə bayaq onu dedim də ən sonunda. Current Tarixi. olanda. Current olanda. Hə. Currentsa, məsəl üçün, bax, onu dediyi ki, on of 25 yazışında cari səhifə hansıdır? 10. Yəni current da bu deməkdir. Current deyir ki, mənə cari səhifəni çap elə. Cari səhifədə, yəni cəmi bir səhifədə axı. 10-cu səhifə sizcə 10 dənə səhifə deməkdir, yoxsa bir dənə səhifə? Bir dənə. Bir dənə Bir dənə. deməkdir, bəli. Bir O da dənə ki, həmin olur. səhifə. Yəni mən hansı qrupa link atmamışam, başa düşmədim. Kim qruplara link atmışam axı? Atmamısınız müəllim. Hansına? Nə bilim, biz hansındayıq? İkinci cəhd qrupuna atmamışam. Atmışam axı, qardaş. Əvvəlki linkdir, mən ora girdim, oradan gəldi. Bir dəqiqə görüm, elə odur da. Müəllim, siz Atmışsınız həm müəllim. matematik yapmışsınız. Mən Mən dedim Yalnız- aslında 2-3 dəqiqə gözləyirdim ki, müəllim tez link atacaq. Sonra gün atmışsınız, dedim buna girim yoxlayayım. Yox, həmin Hə, mən də listələr. elədim. Hə, proza bunlar bilmir. Mən də. Əjdahalar qrupunu ləğv eləmisiniz. Əjdahalar getdi. Müəllim, Dovşan olduq, hə? Əjdaha qalır. Əjdaha. öyrətmənim. Bəli. Şeydir, o bayaq mən girəndə 11 böl nəsə izah eləyirdiniz. Prosto elə bil link gözlürdüm deyə gec girmişəm də. Onu bir də axırda izah eləyə bilər. Bölüm davası. Nə idi bilmədim. Onu videoya baxarsan Fidan. Videoda var. Rekordu gec vurdunuz axı. İndi yox heç səhv eləmişəm. Bayaqları 11-i 4-ə bölüb Onsuz mənim bir çox uşaq ki, biraz geç qoşuldu. İzah eləsəz yaxşı olar, zəhmət olmasa. print məsələsi. Hə. Onu bayaq izah eləmişdik. Bax, o deyib orada bizim O gəlir. 22 səhifəmiz var. Dirəşmir bunlar. Görürsüz, izah eləmək istəmirəm. 22 səhifədir. 22, Biz oxuyan 22 uşaqlar var neçə idi? mənim. 21-i. 21. 21 səhifə idi. Orada da boş side yazılmışdı. Boş side olanda nə edirik? 22, 21-i 2-yə bölməlisiniz. Bölürük. 21-i 2-yə böləndə 11,5 edir. Biz bunu götürürük 12 yığı 10,5 edir. 5. Götürürük bunu Biz onu 11. götürüyük 11. Sonra aşağıda da yazmışdı ki, bir üzündə neçə dənə idi orada? 4 dənə. 4 dənə. Ha, biz bu 11-i 4-ə bölmüşük. Demişik ki, cavab 4 edir. Yox, əslində 2 tam nə qədər düşür? Onu da təqribi götürməlisiz 4. Kopya sayında 5 vermiş deyə 4-ə 5-ə vurmalısınız. Cavab verəməlidir 20. 3 müəllim 3. Yenə 4 dediniz. Mən elə bildim nəsə fərqli 3 bir şey edir. dedim. Hə, Ona 3-ü görə. 4-ə, 3-ü 5-ə vursa 15. Mən sizin xətrinizə qoyun 4 olsun. Fikrin başqa yerdə. Mən bir dənə söz soruşa Mən bilərəm. də Futbolda da Buyur, mənim. soruş. Müəllim. Gedim saçlara baxım gəlirəm. Current olanda həmişə kopya sayı Bəli, bəli. götürülür. Current, baxın yazıram buradan. Hər Current, zaman elə olur da. bəli, current bərabərdir copy. İşte bunun başqa heç bir yerinə baxmırsınız. Ay nə bilim, both side-dır, one side-dır, bir üzündə 4 dənədir. Bəli, current sözünü gördünüzsə, cavabı götür. Kopya 5 isə 5-dir, 10-dursa 10. Çox sağ ol. İndi bir dənə bizim qalıb collected, uncollected. Kaş heç o printerin o hissəsi olmazdı. Gəlin onu da izah eləyək. Day baxmağına baxmışıq. Yox, izah eləyirəm. İndi futbol həmişə var, magistr həmişə yoxdur. Nəsə. Deməli baxın. Sizin qarşınıza 2 dənə orada versiya çıxacaq. Gəlin bunu birinci əyani göstərim. Yenə deyirəm,
testdə görəsiniz. Prosta B də görün. Bax, aşağıda qeyd olunub. Hara getdi bu? Ha, buradadır. Hocam yazıb burada. Cüt və tək səhifələri dedik biz. Ha, onu demişdik. Bəli. Ben Bəli. collected diyeyim yaxşı. Burada bir Evet, collected evet. yazısı var. Bir de uncollected. Burada özü sağ olsun. Əslində sizə bir işarə verib. Collect'in altına yazıb 1 2 3 1 2 3 1 2 3. Uncollected də yazıb 1 1 1 2 2 2 və s. Gəlin görək bu nə anlama gəlir. Bax elə bil ki sən çapa verməlisən ikinci, dördüncü və altıncı səhifələrini özə vergüllə daha. Burada qeyd olunub. Rejim də collected rejimidir. Collected. Qabağında da özü yenirim ipucu verir. 1 2 3 1 2 3 1 2 3. Bax bu o deməkdir ki, collected onu deyir ki, çapa gedəcək səhifələrin ardıcıl çapa getsin. Amma burada bir dənə də önəmli bir şey var, kopya sayı. Kopya sayı çapa gedəcək səhifənin ardıcıllığının neçə dəfə təkrarlanması deməkdir. Baxın 1 2 3 1 2 3 1 2 3 çaşdırmasın ha. Adam elə bilir ki burada 2 4 6 2 4 6 2 4 6 olmalı. Yox. Kopya sayını mən burada qoyuram 2. Sizcə bu neçə dəfə təkrarlamalıyam? 2 dəfə. 2 dəfə. Olacaq 2 4 6 bir dənə də 2 4 6. Şu. Bəs kopya sayı 3 olsaydı 3 dəfə. onda da 3 dəfə. 3 dəfə Aynen. təkrar. 4 olsaydı 4 dəfə. Nə bilim 5 olsa 5 dəfə. Bax bu deməkdir. Bir daha deyirəm. Səhifələrin sayını heçdə özümüz oradan tapırıq bayaqki kimi. Hansı səhifələr çapa gedəcək. Burada sizdən heç vaxt səhifə sayını istəməyəcək ha. Burada deyəcək ki, çapa getmə ardıcıllığını göstər mənə. Görüm hansı səhifədə hansı nömrə çapa gedir. İndi keçirəm uncollected rejiminə. Uncollected nədir? Collected dəstələnmişdi. Uncollected sanki o səliqə səhmanı pozmaq üçün. Əksi. Yenə səhifələrim 2 4 6-dır. Kopya sayım da 4-dür. Şimdi deyər, indi necə çapa gedəcək? 2-lər bir dənə iki gedəcək, olacaq, 4-lər dörd altılar dənə bir dörd gedəcək. olacaq. 2 2 2 3 3 ay sağ ol. Uca birinci səhifəni bax özü burada sənə deyir. Birinci səhifəni 4 nə qədər dənə çap gedəcək. edər? 4 dəfə. 4 dənə. 3 dənə yazmaz. 4 dənə 2. Ay sağ ol. 4 dənə 4 4, dənə 4. 4 dört dənə dənə də də altı. 6. İndi sizə maraqlı sual verim. İstəyir 2 4 6 collected rejimində getsin, istəyir uncollected rejimində. Səhifə sayında bir dəyişiklik olacaqmı? Mən xeyr. Xeyr. Sadəcə ardıcıllıq dəyişir. Ay sabah 4 kopya bunu göndərmişəm 12 səhifədir. 4 kopya bunu göndərmişəm 12 səhifədir. Bəli, sadəcə ardıcıllıq dəyişəcək. Onda sizə bir dənə maraqlı bir dənə sual verim. Onunla da bugünkü dərsimizi yekunlaşdıraq. Baxın. Çapa gedən səhifələr 1, 3, 5, 7. Özü də uncollected rejimindədir. 1, 1, 1, 2, 2, 2, 3, 3, 3. Kopya sayını da qoyuram buradan. Copy olsun 6. Mənə deyin görüm 13-cü səhifədə bunların hansı çap olunacaq? Yəni hansı Üç. nömrə çap olunacaq? 3. 5. 5. Ay 5 5. Ay sağ ol. Heç Amma bir bunu alttan hesablamaya ehtiyac yoxdur. 5'də 13. Bəli, 13 Bir deyil. demir. İlk 6 səhifədə nə çapa gedəcək? 1. 12 Sadəcə olur. Ay sağ ol. Növbəti 6-dan 12-yə qədər nə çapa gedəcək? 3. 3. İndi 13-cü səhifəyə nə düşür? 5. 5. Cavab 5. 5. Bəs bir dənə buna deyin. Mən Kollektiv kollektivə rejim baxmışam, olsaydı 13-ə nə düşərdi? Kollektivdə 1-dir. 1. Ay sağ ol. Kollektivdə də 1-dir. Çünki Bəli. 4-də 7, Bəli. 8-də də 7, 12-də 12-də də də 7, yeddi düşəcək. 13-də 13 1. 1-dir. İndi bunu hərə bir cür yəni izah eləyə bilər və ya hərə bir cür bunu tapa bilər. Kimi bunu 4-ə bölür, kimi əli ilə bir-bir yazır. Amma yenə deyirəm, biz bunların testini işləməyənə qədər orada mütləq ki bir əskiyimiz qalacaq. Tam test üzərində inşallah işləyəndə görək ki, heç bir problem qalmır. Bugünkü dərslə bağlı sizə çətin gələn məqam nə oldu? Mənim print selection hissəsini bilən deyə bilərsiniz orada. Necə Ələkbər? Print selection var. Vay ya, vay. O faylda print O print hissəsində. selection seçilmiş hissəni çapa vermək üçün. Sən yəqin buranı deyirsən, bunu. Bəli. Bu print selection Ələkbər hər hansı seçsən, mouse'un sol düyməsi ilə onu çapa vermək üçündür. Məsələn, 2 dənə şəkil çəkib both side edə bilərik burada.
Yox, burada sadəcə kəsib çapa göndərir. Da elə parametrləri burada seçə bilmirsən. Yox. Orada ancaq bir dənəsini çapa Ancaq bilir. burada kəsib göndərə bilərsən birbaşa çapa. Həmin prosesi göstərə bilirsiniz indi. Məsələn, nəsə buradan bir yazını falan. Bir dəqiqə görür burada bizdə göstərmə olur. Deaktivdir əslində, səbəbi bilmirəm nədir. Bir dəqiqə. O məndə də printdə həmişə deaktiv göstərir. O deaktivdir, prosta o deyəsən nəyəsə görə olurdu. Ucuz Hə, bildim. aktivləşdir. Seçib onu. Hə. İşte aktivləşə bilir, düzəlir. Belə əziz tələbələr, bax bundan sonra dərslərimiz belə maraqlı və sual-cavab əsasında keçəcək. Çalışın ki, dərsləri buraxmayın. Kim deyirsə rekorduna baxacağam, sonra izləyəcəm, boş nağıl damsı. Canlı qoşulun ki, buradan yaxşı şeylər öyrənə biləsiniz. Sağ olun, inşallah 5-ci gün görüşərik. Çox sağ olun müəllim. Gecəniz xeyrə olun, qalsın. müəllim. Allah razı olsun. Get sağ olun. Sağ olun müəllim. Salamat, salamat. Sağ olun. Sağ ol.